Salam hörmətli abituriyentlər, gələcəyin tələbələri. Növbəti güvən nəşriyyatına növbəti bir bölmə nizamı veririk. Qaldığımız yerdən davam edirik. Vektor bölməsi nizamı verəcək. Çalışdığımız qədər hamısı nizam verək ki, hər kəs vektor bölməsində olan bütün problemləri görsün və rahat bir həllin yollarını bilsinlər. Əziyyətə qarşı kanala abunə olub paylaşmağı unutmayaq ki, hər bir şagirdimiz yararlana bilsin. Vektor koordinatlar metodu. Deyir, başlanğıcı adı, sonu B vektoru olan AB vektorun komponentləri. Qayda belədir ki, A nöqtəsi x1, y1, B nöqtəsi x2, y2 olarsa, əsas yazışdan AB vektoru yazılanda sonuncunun koordinatından əvvəlkini çıxırıq. Yəni sonuncunun koordinatı x2-dən x1, sonuncu B'nin koordinatı. Y-dən də y2 çıxar y1. Yəni buradan biz AB vektorunu tapsaq, mənfi 2 çıxaq 4, 3 çıxaq 1. Bu deyir mənfi 6, 2. Biri A variantı. İkinci sual. Başlanğıcı bu, son vektorsa AB vektoru budur. Demək A vektoru budursa B vektorunun koordinatını bir x, y yazsaq. Bayaq ki prosesini yerinə getirsək, B'ye yazaq x2, y2, A'nın da koordinatı x1, y1. AB'de x, y. Bayaq necə yazdıq? X'imiz bərabərdir. x2 çıxar x1'ə. Y'imiz bərabərdir. y2 çıxar y1'ə. Yəni onda B'mizin, AB'mizin koordinatı x3 bərabərdir. x2 bilmirəm. Çıxar x1 mənfi 2. Buradan həll edirəm ki 3 bərabərdir. x2 plus 2'yə. x2 bərabərdir 1'ə. Eyni qayda. Mənfi 2 bərabərdir. y2 bilmiri, x2'miz 5, y2 birimiz 5'dir. Onda y2 bərabərdir. Mənfi 2 plus 5, o deyir 3. Bir üst koordinat. 2'yə C. 3. AB vektorunun komponentlərini tapın. A'nın koordinatını yazdıram 1, 2. B'nin koordinatını yazdıram 3. Bu nokta 4. AB vektorunun komponenti x'den 3 çıxar 1, 4 çıxar 2. Bu deyir 2, 2. 3'ə B. 4-cü sual. OA vektorunun komponentlərini tapın. O nöqtəsi 0, 0. A nöqtəsi 2, 3. Onda OA vektoru olur. 2'dən 0 çıxıram 2, 3'dən 0, 2, 3. 4'ə C. 5. Vektorlar bərabər olarsa deyirsə, onda x'lər 1, y'lər 1. Yəni x bərabərdir mənfi 1, y bərabərdir 2. Toplayanda deyirik 1. 5'ə B. 6. Aşağıdakı vektorlar hansı A vektorunun əks vektorudur? Əks vektoru olanda işarələr dəyişir. Yəni 3 olur mənfi 3, y olur 1. Mənfi 3, 1 koordinatı. 6'ya E variantı. 7 aşağıdadır. 7. Vektorun uzunluğu. Vektorun uzunluğu A vektoru x, y ise uzunluğu olur. Böyle yazılır en çok modulda. Kök altı x kvadrat plus y kvadrat. Yani kök altı mənfi 3'ün kvadrat plus 4'ün kvadrat. 25 ondan da 5 çıxır. 7'ye E. 8. Vektorun uzunluğu 10 olarsa kök altta k'nın kvadrat plus 6'nın kvadrat beraber 10 olarsa. K'nın deyir mümkün qiymətlər hasilini tap. Bu olur k kvadrat plus 36 bərabər. Hər tərəfin kvadratı 100. K kvadrat bərabər 64. K da bərabərdir 8 və K1, K2 də mənfi 8. Onların hasili olur mənfi 64. 8'e de E variantı. 9. K'nın hansı qiymətində vektorun uzunluğu vahidə bərabər. Yəni vektorun uzunluğu A vektorun uzunluğu 1. Kök altta k kvadrat plus mənfi 1'in kvadratı. Bu da k kvadrat plus 1 bərabərdir 1'ə. Hər tərəfin k kvadrat bərabər 0'a. K'nın hansı qiymətində 0 qiymətində. 9'a C. 10'un sual. Aşağıdakı vektorlardan hansı vahid vektor değil? Hansının uzunluğu 1'ə bərabər? A vektorunda mənfi 1'in kvadratı plus 0'ın kvadratı. Bu 1'dir. Bu oldu. B'də 5'də 3'ün kvadratı plus 5'də 4'ün kvadratı. Kök altında. 25'də 9 plus 25'də 16.
Bu da 25 25 1. Bu da oldu. C variantı -1'in kvadratı plus 1'in kvadratı bu olmadı. Çünkü 2 edir kök altına. Ona göre cevap C oldu. Ona bir yoklamak lazım. 11. Vektörün istikametini tapın. Vektörün istikametini tapın deyəndə burada fi bərabərdir, qayda belədir. Arctangent B bölü A yazırlar. Bu kompleksdə də var belə və ya arctangent Y bölü X. Yəni burada fi bərabər 2 kök altı arctangent 2 kök altı 3 bölü Y qiymət bölü 2. Bu da olur arctangent kök altı 100. Tangent kök altı neçələr 60 dərəcədir. 11 adı. 12 vektörün meyil bucağını tapın. Bu da eyni cür sualdı. Yine fi bərabərdir arctangent y'yi bölən 1'i bölən -1'i. Bu deyir arctangent -1. O da neçədə alır -1'i? -45 və ya -45 yoxsa -45'e uyğun ikinci rübun bucağı 135 dərəcə. Tangent -1'i 135 alır. 13 A vektörü plus B vektörü x'ler 1, y'ler 1 toplayırıq. Yəni 5'in üstüne -1 geldik. 4. 2'in üstüne 4 geldik. 6. Koordinat olur 4 6. 13 A. 14. Çıxma çıxırıq. X'ler -2 çıxar 3, -5. 6 çıxar 2, 4. -5 4 nöqtəsi. 14 A. 15 vektörlərin cəminin mütləq qiyməti. Mütləq qiymət uzunluq deməkdir. Əvvəlcə vektörün cəmini tapaq. X'ləri 1 toplayırıq. 2 plus -6. Birgə də yazmaq olar. 5 plus -10. Bu deyir -4, -5. Uzunluq tapanda kök altı -4'ün kvadratı plus -5'in kvadratı. 16 plus 25 kök altı 41 yoxdur. Burada yəqin nə səhv var. Cavabı E veriflər. Cavabı E veriflərsə onda böyük ehtimal bunun cəm yox, cəm yerinə fərq olmalıydı. Fərqini tapanda baxın 2 çıxar -6. Fikir verin. O birisi olur 5 çıxar -10. Bu deyir 8, 15. 8 ilə 15'in kvadratları cəm olsa bəli 17 alınır. Yəqin şərtdə səhvlik veriflər. Kök altı 259 ondan 17 çıxır. Cəm yerinə fərq olmalıymış. 16. Vektörlərin cəminin mütləq qiymətini tapın. Cəmi nə olur? Yenə. -1 7 gələm. -2 -6 gələm. Bu da 6 -8. Onun da uzunluğu 6'nın kvadratı plus -8'in kvadratı. Bu da 36 plus 64. O deyir 100. Ondan kök 10 çıxır. 16 7'ye. 17. 2A vektörü 2A əvvəlcə 2A vektörünü tapaq. 2A vektörü 2'ye vururıq. 6 -2. Sonra toplayırıq. 6 üstə gələk 4. -2 üstə gələk 1. Bu da 10 -1. Komponentlər 10 -1. 17 7. 18 3A vektörü. Əvvəlcə 3A'nı tapaq. 9 -6. Bir de 2B'ni tapaq. -4 10. Sonra çıxırıq. 9 çıxar -4. -6 çıxar 10. Bu deyir 13 -16. 18 variantı. 19 vektörler üçün olarsa. Vektörler üçün. A vektör -2 3, B vektör x olarsa. Bu sualın şərtində verif və sualın şərtində düzgünlük yoxdur. Vektörlər üçün olarsa, nə olarsa, B vektörlər üçün olarsa, ya paralel deməli, ya bərabər deməlidir, ya skaler hasil deməlidir. Orada da heç nə verməyib ki, biz burada heç nə yazamırıq. Bu sualda şərtində düzgünlük yoxdur. 20 sual.
İndi burada menfi 2x, burada da vektörler için olarsa, burada da yazılı vektörler için olarsa. Burada x 6, y beraber x'e, onda y de 6'dır. 20'ye bildik ve y 6 olarsa x, y. Eğer beraber olsa bu şekilde olar. Demek olur. 19'da da 20'de de geldiğini sual. Ben o bir kitaba baktık. Başka vesayette bu səhv düzəldib var. 2A vektoru beraber bir vektoru olarsa yazıb. Burada yani çapda düşməyib. 2A vektoru beraber. Demek 2A vektorsa 2A vektorunu tapaq. Menfi 6, menfi 4, 6. Bir de B vektörü de verilir. Şimdi beraber değilse onda x'imiz olur menfi 4, y'imiz olur 6. Toplayanda 2. Sonra 20'de 2A vektörü yine beraber B vektörü verir. 12, 2x, birisi olur x, y. Beraber olursa onda x'imiz olur 12'ye, y beraber 2x ise olur 2 bırak 12, 24. 21'de yine 2A vektörü menfi 6, 2. M'ine beraberse M'in menfi 6. N'de 2. Menfi 12. Birazdan sualın harda səhv olduğunu aktardım. Menfi 6, 2. 2A vektörü beraber M vektörü. Bir tane ele M'yi soruş. M menfi 6. 22. Vektörlerin skaler arası. Vektörün skaler arası x'ler 1 vurup y'ler 1 vurup toplamak lazım. Yani 3 vurak 4 üste göre menfi 2 vurak 1. 12 çıxar 2 10. 22'ye A. 23'te A vektörü vurak B vektörü. Yine skaler hasildir. Menfi 5 vurak 2 üste göre 3 vurak 4. Menfi 10 plus 12 cevap 2. 23'e D. 24. K'nın hansı qiymətini vektörün skaler arası 2'dir. 2 vurak 3 plus K vurak 4 beraber 2. 4K beraber 2 çıxar 6'ya. 4K beraberdir menfi 4'e. K beraberdir menfi 1. 24'e 1. 25. A vektörü vurak B vektörü 15. Yani menfi 1 vurak K plus K vurak 6 beraberdir 15'e. Bu 6K çıxar K beraberdir 15. 5K beraberdir 15'e. K beraber 3'e. 26. Arasındaki bucak alfa olan A ve B vektörler için modula verilir. Alfa 60 düstur yazar əvvəlcə. Kosinüs alfa beraberdir. A vektörü vurak B vektörü böyle modulda A vurak modulda B vektörü. Düstur koyuruq yerinə. Kosinüs alfası A'sı 60. Yani kosinüs alfası kosinüs 60 derece beraberdir. A vektörü vurak B vektörü aşağıda modulanın yeri 3, mod B'nin yeri 6. Kosinüs 60'ımızda 2'de 1 beraber A vektörü vurak B vektörü bölü 18. Onda 2 A vektörü vurak B vektörü beraber 18'e AB vektörünün hasili beraber 9'a. 26'ya B varyantı. 27. Eyni düstur B açı düstur yazsa kosinüs alfa beraber A vektörü vurak B vektörü bölü A vektörünün uzunluğu plus vurak B vektörünün uzunluğu. Yani bu yazıya göre A vektörümüz B vektörünün hasili 12 kök katı 3. Aşağıda 6 vurak 4. 6'nin 12 gelir 2. 2'nin 4 gelir 2 kaldı. Kök katı 3 bölü 2. Kosinüs de kök katı 3 bölü 2'nin nesini alır? 34. 27'ye B. 28 arasındaki bucağı tapın. Kosinüs alfa beraber. Hemen üstünü de atışını yazırım. x1 x2 üste göre y1 y2. Nedeydi? A vektörü x1 y1. B vektörü x2 y2. Şimdi kök altına A vektörün uzunluğu x1'in kvadratı plus y1'in kvadratı vurak x2'in kvadratı plus y2'in kvadratı. Bu düsturu tətbiq etmək lazım. Beraber. 2 vurak 3 yukarı üste göre 0 vurak 3. Aşağıda 2'nin kvadratı plus 0'ın kvadratı. Vurak 3'ün kvadratı plus 3'ün kvadratı. Yukarı 6 aşağıya 4 kök katı 4 vurak kök katı 18. 6 bölü 2 vurak kök katı 18'i 3 kök katı 2.
Bu 6 ile bunlar gelir. Kaldı 1 bölü kök altı 2. Bu da 45 derecedir. 28'e C. 29 vektör arasındaki bucağı tapın. Kosinüs alfa beraber bir kimi. X'e 1 vururuq. 1 vuraq kök altı 3 plus kök altı 3 vuraq 1. Məxrəcdə 1'in kvadratı plus kök altı 3'ün kvadratı vuraq. Kök altı 3'ün kvadratı plus 1'in kvadratı. Yukarı 2 kök altı 3. Aşağı eləyir. 1 üstəyə 3 4. 4'ten kök çıxır 2. Buradan 2. Qaldı kök altı 3 bölü 2. O da neçə alır? Kosinüs 30 qiyməti. 29'a C. 30. K'nın hansı qiymətini vektör arasındaki bucaq 30 derece. Kosinüs 30 derece. Beraber 1 vuraq kök altı 3. Yine plus K vuraq 1. Y'e 1 vurdum. 1'in kvadratı plus K'nın kvadratı vuraq. Verdişirme lazım. Kök altı 3'ün kvadratı plus 1'in kvadratı. Düstur esasını yazdık. Kosinüs 30'da kök altı 3 bölü 2 beraber. Yukarı ilir kök altı 3 plus K. Aşağı ilir. Kök altı 1 plus K kvadratı en kökün altına vursam. Bırak 3 plus 1 4. Onun kök çıxır 2. Bu 2 ile bu 2'ni xısar aparıram. Qalı burada. Kök altı 3 vuraq. Kök altı 1 plus K kvadrat kök altı. Beraber kök altı 3 plus K. Buradan yayadət koymalıyıq. Ya da ki en kökün altına vurup kvadratı yükseltmeli. 3 plus 3K kvadrat. Beraberdir. Her tarafın kvadratı yükseltsək. Biraz uzun bir həlli var. 3 plus 3K kvadrat beraber. Kök altı 3'ün kvadratı 3 plus K'nın kvadratı plus 2'miz. Bir de 3K kvadratı plus 3 çıxar 3 çıxar K kvadratı beraber 2 kök altı 3K. Burada 3'ler gelir. 2K kvadrat beraber 2 kök altı 3K. 2 ile 2 gelir. K'nın da 1 gelir. Kaldı K beraber kök altı 3. Bir de gelene K'nın 0 kıymet yadın çıxmalıdır. 0'a da beraber alır. 30'a B. 31. 31'de vektörler kolinar olursa. Kolinar olursa x'lerin emsalları x'lerle y'lerin nisbəti eyni olmalı. Beraber. Yani 2 bölü 4 beraber 3 bölü K. Buradan 2K beraber 12'ye K beraber 6'ya. 31'e B. 32 K'nın hansı qiymətində vektora kolinar. Yani yine 2'nin 1'e 8'in K çıxar 2'ye. 2K çıxar 4 tanesi beraber 8'e 2K beraber 12'ye K beraberdir 6'ya. 32'ya 33 perpendiküler olanda skaler hasili 1 olmalıdır. 1 yok adı 0. Yani mənfi 1 vuraqayım plus 6 vuraq 2 beraber 0. Mənfi n beraberdir. Mənfi 12'ye n beraber 12'ye. 33'a 34 yine perpendiküler skaler hasili mənfi 2 vuraq mənfi 1 plus mənfi 1 vuraq n beraber 0. 2 çıxaq n beraber 0 n beraber 2'ye. 34b 35 arasındaki mesafe kök altında x2 çıxar x1'in kvadratı plus y2 çıxar y1'in kvadratı. Yani kök altında mənfi 2 çıxar 1'in kvadratı plus 6 çıxar 2'nin kvadratı. Bu da mənfi 3'ün kvadratı 9 plus 16 25 onun kök çıxır 5. 35'e A. 36 koordinat başlangıcından koordinat bak o 0 0'dan yine kök altında mənfi 6 çıxar 0'ın kvadratı plus 8 çıxar 0'ın kvadratı. Bu da 36 plus 64 o da 100 onun kök 10. 36 7. 37 bucaq əmsalı. Kx plus b'de k bucaq əmsalı yani 3. 37c. 38 burada bucaq əmsalı hemen y beraber kx plus b'ye getməliyim. Mənfi 2 y atıram sağa 2 y beraber 3x plus 6 her tərəfini 2'ye böldüm. Bucaq əmsalı 1,5. 39 paralel olarsa nisbətlər yine kolinar kimi. Yok kolinar bu vektör değil. Paralel olarsa k'lar beraber b'ler farklı.
Gördüğünüz kimi B'ler farklıdır. K'lar da beraber olması 3 beraber K'ya. 39C sırf qaydadır. Yine paralel olmak için evvelce burada 3x var. Bu tarafta y tapıram. B y beraberdir. Mənfi 6 çıxar 12'ye. Y beraberdir. Mənfi 6 bölek B 2 çıxar 12 bölek B. Onda mənfi 6 bölek B beraber 3'e. 3B beraberdir. Mənfi 6 B beraberdir. Mənfi 2. 40'a C. 41'de perpendiküler olarsa K'ların hasili mənfi 1 olmalıdır. K1 vura K2 mənfi 1. Yani burada K'sı birinde 1'di. Burada K'dır. 41'e A. 42 perpendiküler olarsa yine mənfi 5 vura K beraberdir mənfi 1'e. K beraber 0,2 mənfi 1'i mənfi 5'e böldük. Bucaq əmsal 2 K'sı 2. 1-3 noktasından keçən düz xəttin tənliyi. Olur y beraber 2x plus b. Qalanda qiymət qoyuruq yerinə. Hansında 1 verti 3 alınacaq. 3 beraber 2 vuraq 1 plus b. B ilə beraber 3 çıxar 2 1. 2x plus 1. 43'e b. A2 bir noktasından keçən bu düz xəttə paralel olan. 2 bir noktasından keçən paralel olan K'sı 3 olmalıdır. K'nın 3 olan variantı C'dir birbaşa. 2 1'de göre alınır mı burada? 1 beraber 3 vurar 2 çıxar 5. Böyle alınır. Birbaşa C. Rahat oldu. Hansı qaydanı bilməliyim? K'lar beraber. B'ler farklı. 45. Keçən düz xəttin bucaq əmsalını tapın. Qoyaq yerinə hər ikisindən. Hər ikisini. 2 beraber K vuraq 1 üstə gələk B. 8 beraber K vuraq 3 üstə gələk B. Tərəfə çıxaq. 8 çıxar 2 beraber 3K çıxar K. B'ler gelir. 2K beraber 6'ya K beraber 3'e. Ve bucaq əmsal 3. 45'e C. 46 keçən düz xəttin yeni bucaq əmsal. Yenə yerinə qoyuruq qiymət. 1 beraber K vuraq 2 plus B. 5 beraber K vuraq 0 üstə B. Aşağıda idi B beraberdir 5. Apar yukarıda yerine koy. 1 beraber 2K plus 5. 2K beraber 1 çıxar 5. 2K beraberdir mənfi 4. K beraberdir mənfi 2. 46 E. 47. Keçən düz xəttin tənliyi yenə. 2 beraber K vuraq 2 plus B. 4 beraber K vuraq 3 plus B. Düsturla da yazmaq olar. Tərəfə çıxaq. 4 çıxar 2 beraber 3K çıxar 2K. K beraber 2. K'sı 2 koy yerine 2K plus B beraber K'sı 2 2 vuraq 2 plus B beraber 2. B ile beraber 2 çıxar 4 mənfi 2. 2 2 çıxar 2. 47 A. 48 keçən düz xəttin tənliyini yaz. Yenə eyni qayda. Mənfi 3 beraber mənfi 2K plus B. 2 beraber mənfi K plus B. Yeni tərəfə çıxaq. 2 çıxar mənfi 3 beraber mənfi K çıxar mənfi 2. 5 beraberdir mənfi K üstə 2 K'ya. K'sı 5 ve qoyaq yerinə mənfi 3 beraberdir mənfi 2 vuraq 5 plus B. B beraberdir mənfi 3 plus 10. 7. 48 E. 49 düz xəttin bucaq əmsalını tap. A'nın koordinatı 1 1. B'nin koordinatı 3 5. Koyalım yerine. 1 beraberdir K plus B'ye. 5 beraberdir 3K plus B'ye. Tərəfə çıxıram. 4 beraber 2K'ya. K2. 49 A. Qaldı 50. sualımız. 50. sualı izah edək. Qrafika verilən düz xəttin bucaq əmsal mənfi 3'də 1 olar. K mənfi 3'də 1. Koordinatlar yazın. Bunun koordinatı 3 0. O birisinin koordinatı 0'a. Hər ikisini qoyuram yerine. Olur mənfi 3'də 1 2 plus B. 3 0'ı qoyuram yerine. 0 beraberdir. Mənfi 3'də 1 vuraq 3 plus B. 0 beraberdir. Mənfi 1 plus B. B beraberdir 1'e. Beni getirip bunu koyuram yerine.
A bərabər mənfi 3'də 1 vura 0 plus B. A bərabər 1'e. 50.000 sual keçməmişdən qabaq kanala abunə olub paylaşmağı unutmayaq ki, hər bir şagirdimiz yararlana bilsin. Keçək 51-ci suala. Çevrənin radiusunu tap. Bu mərkəzi 0,0, radiusu R olan çevrə tənlidir və onun qaydası x kvadrat plus y kvadrat bərabər r kvadratıdır. Yəni bu 64 nəyin kvadratıdır? 8'in kvadratı. Ona görə radius olur 8. 51'e C. 52 qayda belədir. Mərkəzi AB nöqtəsi, radiusu R olan çevrə tənliyin düsturu belədir. X çıxaq A-nın kvadratı plus y çıxaq B-nin kvadratı bərabər r kvadratı. Və o yazıya görə burada mərkəzi olur 3 mənfi 2. Əslində bunun mərkəzini bilmək. 3 mənfi 2. Plus olanda mənfi olur, minus olanda müsbət olur. 52'ye B variantı. 53'də mərkəzi A mənfi 2 3 nöqtəsi, radiusu 4 olan çevrə tənliyi. X çıxaq A-nın kvadrat düsturu yazsaq və o düsturu tətbiq etsək, x çıxaq A yox olur. Plus 2'nin kvadratı plus y çıxaq 3'ün kvadratı bərabər 4'ün kvadratı. X plus 2'nin kvadratı görə y çıxaq 3'ün kvadratı bərabər 16. Odan sonra variantdadır C'də. 54. Mərkəzi 0,2 nöqtəsi. Həmən düstura görə yazsaq, x çıxaq 0'ın kvadratı plus y çıxaq 2'nin kvadratı bərabər 4'ün kvadratı. Bu deyir x kvadrat plus y çıxaq 2'nin kvadratı bərabər 16. Və bu da düstur yoxdur variantda. Gələk bu da bunun kvadratı yüksəldir. X kvadrat plus y kvadratı çıxaq 4y. Hasilinin kimisi plus 4 çıxaq 16 bərabər 0. Bu deyir x kvadrat plus y kvadrat çıxaq 4y çıxaq 12 bərabər 0. 54'də B. 55. Çevrələrin mərkəzləri arasında düstura əsasən birincinin mərkəzi 3, 2, ikincinin mərkəzi necə tapırıq? Hazırdır. Gəldik bura. İkincinin mərkəzini belə tapırıq. Ən rahat yolunu deyək. X plus 1'in kvadratı üstə gələk. Yolu belədir. Qayda olarak da var. 2 ədədinin kvadratı ayırmanın yolu deyək. Ən rahat. Y kvadrat nəyin kvadratı? Y-in plus həmişə burada nədirsə odur. Burada yazılan ədədin yarısı, 2'nin yarısı 1 kvadrat həmişə olur çıxaq. Həmişə olur çıxaq. Burada yazdığın ədədin kvadratı. Bərabər 8. Bu da olur x plus 1'in kvadratı plus y plus 1'in kvadratı bərabər 9'a. 1 attım sağa. Və bunun da mərkəzi nə olur? -1, -1. Və bunlar arasındakı məsafə düstur kök altında -1 çıxaq 3'ün kvadratı plus -1 çıxaq 2'nin kvadratı. Bu deyir -4'ün kvadratı 16 plus 9, o da 25, onun kök çıxır 5. 55'e C variantı. 56. A 7 2 nöqtəsinin bu çevrənin mərkəzindən. Bu çevrənin mərkəzi 3 5. 7 2 nöqtəsinin mərkəzə qədər məsafəni soruşur. Necə yazırıq? 3 kök altında 3 çıxaq 7'nin kvadratı plus 5 çıxaq 2'nin kvadratı. Bu deyir -4'ün kvadratı 16 plus 9 kök altı 25, onun da 5 çıxır. 56 B. 57. Deyir çevrəsinə qədər ən qısa məsafəni tapın. Burada məsələ nədir? Birinci bunun çevrənin mərkəzinə qədər məsafə. Bu nə olur? Bunun mərkəzi 2, 3, radiusu 3 olan çevrə tənliyi. Çünki 9 3'ün kvadratı. Əvvəl bunun mərkəzi arasında məsafəni tapıram. 2 çıxaq 5'in kvadratı plus 3 çıxaq 7'in kvadratı. 3'ün kvadratı 9, -4'ün kvadratı 16. 25, onun kök çıxır 5. Bunun mərkəzinə qədər məsafə, çevrənin mərkəzinə qədər məsafə 5'dir. Cavabda 5 də var. Amma burada bir cümlə işlət. Çevrəsinə qədər ən qısa məsafə. Elə bilin ki, baxın, bu çevrənin mərkəzi buradır. Məsələn, A5 7 nöqtə tutaq ki, buradır. Buradan bura qədər məsafə 5'dir. Amma bizdən deyir, çevrəsinə qədər ən qısa məsafə. Buranı soruşur. Buranı necə tapacaq? Həmin bu 5'dən, ümumi 5'dən çıxacaq radiusu. Radiusu neçədir? 3. 5'dən 3, 2. Diqqətli olmaq lazımdır. Bu sual ümumiyyətlə buraxışa belə suallara düşür.
Deyir çevreler arasındakı en kısa mesafəni tapacaq. Yenə mərkəz arasında mesafəni tapıb radiusları çıxacaq. Bunun birincinin məsafəsi mərkəzə 2, 3, radiusu 2. İkincinin məsafəsi 7, 15, radiusu neçə? 5. Əvvəlcə bu mərkəz arasında məsafəni tapıram. Beşin kvadratı 25, 12'nin kvadratı 144. 169, onun köçür 13. Ve o 13'ten çıkacak bu ikisinin merkezlerini. Yani 13 çıkar 7, 6. 58'de 1. 59. A -2, 1, 0 vektörünün son noktasının koordinatları 3, 2, 1 olarsa başlangıç noktasının koordinatlarını tapın. Demek A vektordaki AB vektörü olarsa bu bir işte. Diğer vektörün son noktasının koordinatları. Demek B'nin koordinatları 3, 2, 1 olur. A'nın da koordinatları -2, 1, 0 olur. Yani burada A'nın da başlangıçta yazar x1, y1, z1 tam başlaşmayız. İndi baxırıq. AB nədir? B'den 3 çıxar x1 bərabərdir -2. Buradan x1 bərabər 3 plus 2, 5. Sonra 2 çıxar y bərabərdir 1'ə, y bərabərdir 1'ə, y1. Sonra 1 çıxar z1 bərabər 0'a, z1 bərabərdir 1'ə. Demək koordinatlar nə oldu? 5, 1, 1. 59'a B variantı. 60 vektörün uzunluğunu tapın. Vektörünüzü kök altı kvadratlarca -2'nin kvadratı plus 2'nin kvadratı plus 1'in kvadratı. 4 plus 4 plus 1. O da 9, onun köçür 3. 61 aşağıdaki hansı vahid vektördür? Uzunluğu 1'e beraber. Bir yoxlayırıq. Burada uzunluğu 1, 1, 1. 3 eləyir. Kök altı üst bu olmaz. Ama bu B variantına bakın. 0'ın kvadratı plus 0'ın kvadratı plus 1'in kvadratı. 1. 61'e B. 60 vektörlerin cəminin modunu tapı. Əvvəlcə vektörlerin cəmini tapaq. Bundan yuxarıda bunların iki tərtibini yazmışdı. 2 koordinat. İndi 3 koordinat. Fəza koordinat sisteminə görə yazır. Toplayaq. 2 ilə 1'i. 3. 4'den 2'nin toplayında 6. -3'ün de 9. O da 6. Vektörlerin cəminin modunu tabi. 3'ün kvadratı plus 6'ın kvadratı plus 6'ın kvadratı. O da 9 plus 36 plus 36. O da kök altı 81. Ondan kök çıxır 9. 60'ya B. 63. A vektörü B vektörünün skaler həsini tap. X'ler 1, 3 vuraq 4 plus y'ler 1, 2 vuraq 1, üstə gəlib 1 vuraq -1. 12 plus 2 çıxaq 1. 13. 60'da C. 64. En hansı qiymətdə vektörlərin skaler həsini 18 olur. 2 vuraq n plus 3 vuraq 2, üstə gəlib 4 vuraq -1. 2n plus 6 çıxaq 4 bərabərdir 18'e. 2n plus 2 bərabərdir 18. 2n bərabərdir 16'ya. n bərabər 8'e. 64'e. 65 vektörler kolinar olur. Kolinar olmasını yazdık. X'lerin nisbəti 3 bölü -8. 2 bölü 13. 4 bölü m. Bu şərtdə səhvlik verir. Baxı, kolinarın qaydası belədir. 3'ün -8'e, 2'nin 13'e, 4'ün m. Düzgün cavab 4,5 verir. Yəqin ki orada yerlər dəyişik verir. Yani böyle bir şey. 3, 2, 4. Burada yəqin ki m əvvələ verir. Bu yazı səhvdir. Burada m bu 13 olmayacak. Bu böyle m bu 3 olacak. Bu 6, 4,5'e göre. Başka kitapta belə verilir. 3'ün m'e, 2'nin 3'e, 4'ün 6'ya. Bakın indi ödüyor. 4'ü 6'ya 3'te 2 edir. Demək olur 2n bərabər 9'a, n bərabər 4,5. Çapda səhvlik verilir. Vektörlər kolinar. Kolinar olması için gəlir nisbətdə bərabər olur. Vektörlər perpendikülər. Perpendikülər olması için skaler hasil 0 olmalıdır.
O da 6 vuraq mənfi 8 plus 0 vuraq 13 plus 12 vuraq n bərabər 0'a. Bu da mənfi 48 plus 12 n bərabər 0'a. 12 n bərabər 48'e n bərabər 4'e. 66'ya B variantı. 67 K'nın hansı qiymətini yenə perpendikülər olaraq vururuq. Yenə K vuraq 3, üstə gələk 3 vuraq 2K, üstə gələk mənfi 6 vuraq 6. Bərabər 0. 3K plus 6K bərabərdir müsbət 36. 9K bərabər 36'ya, K bərabər 4'e. 67'ye E. 68 vektör arasındaki bucaq 60 dərəcə olarsa. Vektör arasındaki bucaq. Əvvəlcə bunu vuraq olur. A vektoru vuraq A vektoru. Çıxaq A vektoru vuraq B vektoru. Üstə gələk 3B vektoru vuraq A vektoru. Çıxaq 3B vektorunun kvadratı. Bu da bərabərdir. A vektorunun kvadratı. Üstə gələk 2A vuraq B vektoru. Çıxaq 3B vektorunun kvadratı. Ümumiyyətlə yazı salın. A vektorunun kvadratı ilə modulda A'nın kvadratı deməkdir. Yani bu yazıya göre bir de A vektörü B vektörü skala arasındaki bucaq verir. A vektörü vuraq B vektörü bərabərdir. Modulda vuraq. Modulda B vuraq arasındaki bucaq kosinus alfa. Yani burada 4 vuraq 1 vuraq kosinus 60 derece. 4 vuraq 2'də 1 o da 2. Ve getirək A vektörün kvadratı 4'ün kvadratı 16 plus 2 vuraq. Skaler hasil 2. Çıxaq 3 vuraq modulda B'nin kvadratı 1. 16 plus 4 çıxaq 3. 20, 17. 68'de C variantı. 69 yine eyni bir proses. Əvvəlcə bura baxaq. A vektorunun kvadratı. A-nı A'ya vurdum. Çıxaq A vektoru olur 2AB vektoru. Üstə gələk AB vektoru yenə. Çıxaq 2B vektorun kvadratı. Bu deyir A vektorun kvadratı çıxaq AB vektoru çıxaq 2B vektorun kvadratı. Bir yaxşı kimi yazsaq. A vektoru vuraq B vektoru bərabərdir. A vektoru modulda vuraq B vektoru vuraq kosinus alfa. Kosinus 60 derece. Bu deyir 5 vuraq 6 vuraq 2'də 1. 15. A vektorun kvadratı 5'in kvadratı çıxaq 15 çıxaq 2 vuraq B'nin kvadratı 6'ın kvadratı. 25 çıxaq 15 çıxaq 72. 10 ondan 72 mənfi 62. 69 C. 70'de yine vurub açırıq. Eyni proses. Perpendikülər deyirsə skaler hasili 0 edir. A vektorunun kvadratı çıxaq. AB vektoru. Üstə gələk 3B vektoru. A vektoru çıxaq 3B vektorunun kvadratı. Skaler arası bu da 0 bu da 0. Qaldı A vektorun kvadratı. 2'nin kvadratı çıxaq 3 vuraq 3'ün kvadratı. 4 çıxaq 27. Mənfi 23. 70'e A variantı. 71 perpendiküler olarsa white vektör. White vektör ise uzunluğa 1. Ve perpendiküler değilse skaler hasili 0. Hamısını yazmalıyız. A vektörün kvadratı çıxaq 3 A B vektoru. Üstə gələk B vektoru A vektoru çıxaq 3B vektorunun kvadratı. A vektorun kvadratı 1 çıxaq. Bu da 0, bu da 0 çıxaq 3. Bu deyim mənfi 2. 71'e E variantı. Daha doğrusu çıxaq 3B vektorun kvadratı. White ve perpendiküler 1 çıxaq 3. Mənfi 2. 72 düz xəttə paralel. Paralel olmaq üçün dediyim kimi əvvəlcə KX plus B'ye gətirməliyik və K'lar bərabər, B'lər fərqli olmalıdır. Biz birinci bunu K'ya gətirək. Olur Y birinci ifadədə. M plus 2Y bərabərdir. Mənfi 3 2 çıxaq 5. Bunda hər tərəfin mənfi 3 bölək M plus 2 çıxaq 5 bölək M plus 2. Sonra ikincidə 2y bərabərdir x plus 4. Y bərabərdir 1 bölək 2 x plus 4 bölək 2 2. Və m'in hansı qiymətini? Birinci
paralellik -3 bölü n plus 2 beraber 2'de 1. Bu deyir n plus 2 beraberdir -6, n beraberdir -8. N beraberdir -8. O birisinde paralel olacak. Paralel olanda da demek -5 farklı olanda daha doğrusu. Bu deyir bu -8'den farklı olacak o %100. 72 B variantı. 73 düz xəttinə perpendikul olan 6-4 nöqtəsindən keçən düz xəttin tənliyi. Əvvəlcə y tapaq buradan 2x plus 5. Perpendikular dedim ki hasili -1. Əvvəlcə bunun 2'ni nəyə vursa K2 -1 alar. -2'də 1. K'sı -2'də 1 olacaq. Onu da tapmasın gəlib bir variantlar yazacaq. Gör hansında K'sı -2'də 1 alınır. A variantında 2y beraber -x plus 14. Buranın y beraber -2'də 1 2 plus 7. Burada alınır. B variantında 2x 8'i K'sı 2'dir. Alınmır. C'de 2y beraber x plus 2 y 2'də 1 x müsbət alınmır. Dıda ümumiyyətlə alınmır. Y beraber -x -1'dir. E'de de alınmır. 2'dir. K'sı 2 -2. Cevap ne oldu? A variantı 73'te. 74 çevresiyle bu düz xəttin kəsişmə nöqtələrini tapın. Əvvəlcə buradan y tapıb gətirib qoyuruq yerine. 2 plus 2x. X kvadrat plus 2 plus 2 çıxar 2'nin kvadratı beraber 125. Bu da x kvadratı 2'ler gedir. 2x'in kvadratı 4x kvadrat. 5x kvadrat beraber 125'e. X kvadrat beraber 25'e. X'e beraber 5'e. Bir defa 5x'i 5 koyup tapsam y1 x1 5 y1 olur 2 plus 5 bir de -5. 2 plus 2 bırak 5 12. O birisi 2 y2. -8. 5 12 -5 -8. Hansı variantdadır? A variantı. 75 merkezi koordinat başlarında olan ve -3 4 noktasını keçən çevrənin təmini yaz. Merkezi koordinat başlarında olan merkez koordinat başlarında x kvadrat plus y kvadrat beraberdir. Ve -3 4'ten keçirsə yerine koyuruq. -3'ün kvadratı radyo tapılır plus 4'ün kvadratı. 9 16 25. Demek x kvadrat plus y kvadrat beraber 25. 75 variantı. 76 merkezi bu çevrenin merkezi eyni olan 7 15 noktasından keçen çevrenin radyosunu tapın. Merkezi burada yani x çarpı 2'nin kvadratı plus y çarpı 3'ün kvadratı. Şimdi beraber 7 15'i koyun birini. 7 çarpı 2'nin kvadratı değil keçen. 5'in kvadratı 25 plus 12'nin kvadratı 144 169. Onda y kvadratı 169 ise y neçədir? 113. 76C. 77 merkezi -2 noktasında olan o x oxunu toxuna çevirən tənliyi tapın. O x oxuna toxunursa y-i 0 eləyir. Merkezi -2 3 noktası. -2 3 noktası merkezi hansı variantlardadır? Ya C'dir, ya D'dir. Ya C, ya D. O x oxuna toxuna çevirən tənliyidirsə, dedim ki, y-in yerine 0 qoyuruq. Olur. Y 0 x'i bir hər hansı bir ədəd C variantının yerine koysam x plus 2'nin kvadratı plus olur -3'ün 0 koysa 0 çıxar üçün -9 müsbət 9. Bu da x plus 2'nin kvadratı beraberdir -5. Radyosu mənfi olanmaz kvadrat. Onda C yok deyir. Bakın x plus 2'nin kvadratı plus 9 beraber 9'a. Bu da x plus 2'nin kvadratı beraber 0'a. Merkezi -2 0 noktası. Radyosu da 0. 77 7. 78 çevresi her iki koordinat oxuna toxunarsa. Her iki koordinat oxuna toxunarsa hem x'i 0 verebilirdik hem y. Əvvəlcə bu çevrənin tənliyini quraq. Necə quram? X kvadrat çıxart 4x plus y kvadrat plus 4y.
Bunu əvvəlcə yazıram. Bir dedim ki 2 çıxaq. 4-ün yarısı 2-nin kvadratı çıxaq. Həmişə çıxaq olur 2-nin kvadratı. Plus y buna yazıram. Plus 4'ün yarısı 2'nin kvadratı çıxaq 2'nin kvadratı. Bu da olur x çay 2'nin kvadratı plus y plus 2'nin kvadratı. Mənfi 4 mənfi 4 mənfi 8 plus m çıxaq 8 bərabər 0. Və m'i buradan tapın deyirsə hər ikisinə toxunursa mərkəzi demək baxın belə deyir. Çevrəsi hər iki koordinat toxunursa. Həm x-i 0 verə bilir, həm y-ə. Ümumi ifadə x-dən y-in 0 qiymətini nə alacaq? Baxın 0 verəndə 4, burada 4, 8 gəlib bu 0'a çevirir. Demək bu ifadə, axırda qalan ifadə bu nəyə çevirməli 0'a? 78'e C. Bu o bir misallarda rahat idi. Vuruklarla ayırma kvadrat x'in kvadratı. Şimdi kvadrat 4x kvadrat. Demek 4x kvadratı. Çıxart 4x yazıram. 2 vuraq. 4x kvadrat 1 yazır. 2x'in kvadratı çıxaq. 4x yazıram. 2 vuraq 2x. Bunun nəyə kəmdir? Bir dənə 1'i kəmdir. Plus 1'in kvadratı muxtəsər vurma üstü almaz. Çıxaq 1'i. 1'i əlavə edib çıxıram. Üstə gələk. 4y kvadratını yazdım. Yenə 2y'in kvadratı çıxaq. 2 vuraq 2y. Burada da yeni şeydir. Plus 1 çıxaq 1'i əlavə elədim. Bir də çıxaq 1. Bu yeri yuxarıdakı 2 çıxaq 1'in kvadratı plus 2y çıxaq 1'in kvadratı. Burada qaldı mənfi 1, mənfi 2 çıxaq 1, mənfi 3. Üç dənənin kvadratıdır. Kök atdı 3'ün. 79'da C. 80'ın sual. O ox üzerinde yerleşen 1 mənfi 3 ve 3 mənfi 5 nöqtələrindən eyni mesafede olan nöqtənin koordinatlar cəmi tapın. O ox üzerinde yerleşen. Ve 1 mənfi 3, 3 mənfi 5 nöqtələrindən eyni mesafede olan o oxun hər hansı bir yerində şəhər 1 mənfi 3 və 3 mənfi 5 nöqtələrindən eyni məsafədə olan nöqtənin koordinatlar cəmi tapın. O ox üzərində yerləşirsə baxın, burada ox üzərində yerləşirsə nəyə 0'dır bunun? Y-ə 0'dır. Demək, eyni məsafədə olursa, məsafə üstü nədir? Kök altda 2 çıxaq 1'in kvadratı plus y plus 3'ün kvadratı beraberdir. İndi o birisini yazaq. X çıxaq 3'ün kvadratı eyni məsafədə plus y plus 5'in kvadratı. Və y 0 olduğuna y-in yeri 0 yazsa, köylər də yoxa çıxsa nə olur? X çıxaq 1'in kvadratı plus 0 olanda 9 bərabərdir. Bu birisi olur x çıxaq 3'ün kvadratı plus 25. Buradan da alınır. Ədəd də qoya bilərik. Buradan alınır. Və yaxud x kvadrat çıxaq 2x plus 1 üstə gələk 9 bərabər x kvadrat çıxaq 6x plus 9 plus 25. X kvadratlar gedir. Mənfi 2x plus 6x bərabərdir. 34 çıxaq 10. 4x bərabərdir 24'ə. X də bərabərdir 6'ya. O x ox üzərindəsi y 0'dır. 81 bu səbəb fəzadır. O x ox üzərində yerləşərsə həm y 0'dır, həm z 0'dır. Demək, ta y z yazmıram. X çıxaq 0'ın kvadratı, kök altında ta eyni şeydir, kök yazmıram. Y çıxaq 1'in kvadratı, plus z çıxaq 3'ün kvadratı, bərabər x çıxaq 2'nin kvadratı, plus y plus 1'in kvadratı, üstə gələk z çıxaq 1'in kvadratı. X kvadratı y z 0 olduğuna göre yukarıda yazdım. 1 plus 9 beraber x kvadratı çıxaq 4x plus 4 üstə gələ 1'in kvadratı 1 çünkü y'in yerine 0 koydum. Z bu da 1. X kvadratlar getdi 4x attım sola sağda edir 6 solda edir 10. 4x bərabərdir mənfi 4'e x bərabərdir mənfi 1'e. Koordinat mənfi 1 0 0 81'e de E variantı. 82
Düz xəttin koordinat oxları ilə kəsişməsində alınan şübhənin sayısını tapın. Əvvəlcə koordinat oxları ilə kəsişməsi deyəndə x-dən kəsişərsə y 0-dır. Yəni bir də y-in yerinə 0 yazırıq. 4x çıxaq 12 bərabər 0. 4x bərabərdir 12. X bərabərdir 3-ə. Bir də koordinatımız olur 3, 0. Bir də x-in yerinə 0 yazırıq. Olur mənfi 3y çıxaq 12 bərabər 0-a. Mənfi 3y bərabərdir 12-yə. Y bərabərdir mənfi 4-ə. Bir də koordinatımız olur 0, mənfi 4. Hansı koordinat oldu? 3, 0. Budur. 0, mənfi 4'də aşağıdır. Alınan şübhənin sayısı düz buraxılış şübhədə 3 bura, 4 bura. Sayı 3 bura, 4 bura 2. 82-ci. 83. Yenə koordinat oxları, yenə bir dəfə x-ə 0. Olur mənfi 4y plus 12 bərabər 0-a. Mənfi 4y bərabərdir mənfi 12-yə. Y bərabər 3. Bir də koordinatımız 0, 3. Bir də y-ə 0 verir. 3x plus 12 bərabər 0-a. 3x bərabərdir mənfi 12-yə. X bərabərdir mənfi 4-ə. Bir də mənfi 4, 0. Eyni prosesdir. Sadəcə yerlər dəyişikdir. Biri 0, 3'dür. Biri mənfi 4, 0'dır. Yenə 3 bırak 4 bölü 2 sayı. 83'dədir. Yox, biz harada 0 edik? 0, 3. Arasındakı məsafə deyir. Biz məsafə sayı soruşmuruq. Arasında məsafə 3 bura, 4 bura. Bunlar arasında məsafə Pifagor teoremi. O da 5. 84. Dairənin diametrinin uzları 5, 2, mənfi 3, mənfi 4 nöqtəsindəki. Bu dairənin sayısında. Dairənin uzları. Əvvəlcə biz bu dairənin məsafəni tapırıq. Kök altında mənfi 3 çıxar 5'in kvadratı plus mənfi 4 çıxar 2'nin kvadratı. Mənfi 8'in kvadratı 64 plus 36, 100. 100'dən də kök çıxır 10. Dairənin oldu 10. Diametr 10'dursa radius olur 5. Və dairenin sayısı pi kvadrat. 25'in kvadratı 25 pi. 84'də e. 85 ABC üçbucağının tepe nöqtələrin koordinatı A tepe nöqtəsini çəkmiş median uzunluğunu tapın. A'dan bir dənə median çəksəm N nöqtəsi. Median uzunluğunu tapmasın AM'i tapmalıyıq. Biz M'in izi taparıq. Median hara çəkilir? Qarşı tərəfin ortasına. Demək M'in koordinatı x, y yazsaq. X, y. Əvvəlcə x, y'in izi tapırıq. B ilə C'nin orta nöqtəsi. X bərabər B ilə C'nin ortası. 6 plus mənfi 4 bölü 2. 1. Y bərabərdir. 4 plus mənfi 4 bölü 2. 0. M'in koordinatı oldu 1, 0. Və indi A nöqtəsinin koordinatı mənfi 3, 3. Məsafəni tapırıq. AM'in uzunluğu. Kök altında 1 çıxaq mənfi 3'ün kvadratı plus 0 çıxaq 3'ün kvadratı. 4'ün kvadratı 1 çıxaq mənfi 3'ün 4'ün kvadratı. 4'ün kvadratı 16 plus 9. 25 ondan kök çıxır 5. 85'e deyim. 86. A14 nöqtəsi Y bərabərdir. X düz xəttinə nəzərən B nöqtəsi ilə. B nöqtəsi Y bərabərdir. Mənfi X nöqtəsindən düz xəttinə nəzərən C nöqtəsi simmetrikdir. AC düz xəttin tənliyi yazın. Əvvəlcə A14 nöqtəsi Y bərabər X-ə nəzərən çevrilirsə, olur onda B nöqtəsi B nöqtəsi olur 4 bir yerini dəyişdik. B nöqtəsi Y bərabər mənfi X-ə nəzərən bu da yerini dəyişir. C nöqtəsi olur mənfi X-ə mənfi 1 mənfi 4. Koordinatda yerini dəyişir amma mənfi ilə. İndi AC düz xəttin tənliyini yazın. A14'dən C'də mənfi 1 mənfi 4'dən keçin. Yerine qoyuruq. 4 bərabər K vuraq 1 plus B. Mənfi 4 bərabər K vuraq mənfi 1 plus B. Tərəf-tərəfə çıxırıq. Mənfi 4 çıxaq 4 bərabərdir. Mənfi K çıxaq K. Mənfi 2K bərabərdir. Mənfi 8 K bərabər 4. K'sı 4'dür.
B'ni de yerine koy. 4 beraber 4K plus B'ye. Daha doğrusu 4'e 4 plus B de beraber 0. Y beraber KX plus B'de. 4x plus 0. Y beraber 4x. O da hansı variantdadır? A'da. Y tapsaq. A variantı. Her şey deyildi. Vektorlar arasındaki bucağı tapın. Hemen düsturda kosinüs alfa beraber A vektörü vuraq B vektörü skaler hasil böyle A vektörün uzunluğu vuraq B vektörün uzunluğu. Gəlin hesablayaq. Yuxarı skaler hasil 1 vuraq 1 üstə gələ 0 vuraq 1 üstə gələ 1 vuraq 0. Aşağıda 1'in kvadratı plus 0'ın kvadratı plus 1'in kvadratı. Yuxarı 1 aşağı edir 1 2 kök altı 2 vuraq kök altı 2. 2'də 1 cos'da 2'də 1 neçə var? 60'da. Hər şey 7. 8 vektör ile x istiqamətdə olan vaid vektörün koordinatı. Vaid vektör deyirsə uzunluğu 1'ə bərabər. X istiqamətli deyirsə birinci x istiqamətli deyirsə mənfisinə görə götürürük. Mənfi 2 bölək. Mənfi 2 bölək. X istiqamətli kök altına bu A vektörünün uzunluğu. Bu mənfi 2'nin kvadratı plus mənfi 1'in kvadratı. Plus 2'nin kvadratı. Bu da kök 9 onun kök 3. X istiqamət deyirsə mənfi isə müsbət olur. Olur baxın müsbət 2 bölək 3. O birisi olur müsbət 1 bölək 3. O birisi olur 2 bölək mənfi 2 bölək 3. Demək 2 bölək 3 müsbət 1 bölək 3 mənfi 8'də D variantı. Qayda belədir ki x bölək modulda A belə bir qayda yazır. Y bölək modulda hamısı bir qayda ilə yazılır və x istiqamətində işarələr dəyişir. 9'da İC vektörü ort vektörü adlanır. Qoyuruq yerinə A vektörü paralel B vektörü olarsa. M'yi tapın. Əvvəlcə A vektörünü tapaq. A vektörü nə deməkdir? M vuraq 1 M I vektörü. Olur M 0. M'i vurdum ona çıxaq. 2 M'i vururam oraya. Olur 2 M'i də vururam bu J'ye. Olur 2 M'i 0'a vuranda 0 2 M. Bunlar çıxanda olur M mənfi 2. A vektörü bu oldu. O birisi B vektörü. Əvvəlcə 5 vektörü. 5 vururam olur 5 0. Üstə gələk MJ. J'ye vururam 0 M. Toplayanda bu olur 5 M. Paralel deyib burada. A vektör paralel. Paralel olduğunda M'in 5'e nisbəti bərabərdir. Mənfi 2 M'in M'ə nisbəti. Bu da M bərabər mənfi 10. 89 D variantı. 90'lı sual. Vektörlər qarşılığı perpendikulyar vaid vektör olarsa, vaid vektör olarsa I vektörün koordinatı 1 0 0'dır. J vektörü 0 1 0'dır. K vektörü ise 0 0 1'dir. Ve I vektörü yazıb, baxın I vektörün olduğu kimi yazaq. Əvvəlcə istəyir vurub aça bilərik. Çünki sadələşir. I J vektörü olur. I J. Çıxaq. I vektörünün kvadratı. Üstə gedək. 2K I vektörü. Çıxaq. 2 J vektörünün kvadratı. Çıxaq. J K vektörü. Çıxaq. J I vektörü. Üstə gələk. K J vektörü. Üstə gələk. 2 I K vektörü. Üstə gələk K vektörünün kvadratı. Baxa görə burada hansılara gedir? IJ vektörünün eynisi var mı? IJ vektörü ilə IJ vektörü bunlar eynidir. Bunlar getdi. Sonra
KC vektöründen bu KC vektörü. Biri müsbət, biri mənfidir. 2İK vektörü ilə 2İK vektörü. Bunlar getmir. Yerdə qalır nə vektörü? Mənfi I vektörün kvadratı. Üstə gəlir 2KI ilə 2KI bu olur. 4KI vektörü. Sonra çıxaq 2 J vektörün kvadratı plus K vektörün kvadratı. Vektora qarşılıqlı perpendikular. Perpendikular deyəndə demişik ki, hasili sıfırdır. Hasili sıfır, bu oldu sıfır. Vaid vektorusu uzunluğu 1'e. Olur mənfi 1. Çıxaq 2 vuraq 1. Üstə gəlib 1. Mənfi 3 plus 1. O da mənfi 2. 90'a E variantı. Biraz qarşılıqda ama rahat sualdır. 4 AB vektörünün koordinatlar cəmi tapını. Əvvəlcə AB vektörünü tapaq. Sağdakını 6 çıxaq 2. 2 çıxaq 5. Bu deyir 4 mənfi 3. 4 AB vektörü. 4'ü də vursa ora. Olur 16 mənfi 12. Koordinatlar cəmi soruşur. 16 plus mənfi 12 edir 4. 92. AB vektörü paralel BC vektörü. AB vektörünü əvvəldə tapırıq. 4'dən çıxırıq mənfi 2'ni. Olur 6. Mənfi 1'dən çıxırıq 2. Mənfi 3. Sonra BC vektörünü tapırıq. 2 çıxaq 4 vektörü. Mənfi 2 çıxaq. Mənfi 1 olur. Mənfi 1. Paralel deyirsə nisbət. 6'nın 2 çıxaq 4'ün nisbəti bərabərdir. Mənfi 3'ün mənfi 1'ə. Bunda vurvarsıq bu mənfilər gedir. 6 bərabər 3 2 çıxaq 4 12. 3x bərabərdir 18, x bərabərdir 6. 92 cavabı 6. 93. AB vektorunu tapaq əvvəlcə. Dörtdən 2, 2 mənfi 3'dən mənfi 2 çıxanda mənfi 1. CD vektorunu tapaq. 2 çıxaq 1, o birisi olur mənfi 2. Yine paralel deyir. 2'nin 2 çıxaq 1'ə nisbəti bərabərdir mənfi 1'in mənfi 2'yə. Bu da gedir 4 bərabər 2 çıxaq 1'ə, x bərabərdir 5'ə. Cavab 5. 94. C perpendikular deyir. Əvvəl tapaq AB vektoru. 2'dən çıxır mənfi 1'i 3. Mənfi 1'dən çıxır 2 mənfi 3. C BC vektorunu tapırıq. 3'ten 2 çıxır 1, A plus 1 olur. Perpendikular deyəndə skalar hasili 0. Yəni 3 vuraq 1, üstə gəlir mənfi 3 vuraq A plus 1 bərabər 0. Bu da 3 çıxaq 3'a, çıxaq 3 bərabər 0'a, 3'a bərabərdir 0'a, A bərabər 0. 95. Y bölü x'i tapın perpendikulardır. 4-2 çıxaq 2y bərabər 0'a, 4x bərabər 2y, 2x bərabər y. Y-in x-ə nisbəti 2x'in x-ə 2. 95'e cavab 2. 96. A vektoru və B vektoru olarsa şəkil C vektorunun uzunluğunu tapın. Bunun sonu ilə bunun başlanğıcsa C vektoru bunların cəmidir. Üçbucaq qaydası. Əvvəlcə A vektorunun B vektorunun cəmini tapaq. Mənfi 2 üstəyə mənfi 1. 3 plus 1. Bu da neçə edir? Mənfi 3, 4. Uzunluq soruşur. Kök atdım. Mənfi 3'ün kvadratı plus 4'ün kvadratı. 25, 5 çıxır. 97. A vektorunun uzunluğunu tap. A vektorunun sonu buradır. B vektorunun sonu buradır. A vektorunun uzunluğunu soruşur. Demek C vektoru bərabərdir. A vektoru plus B vektoru. Buradan A vektoru bərabər C vektoru çıxaq B vektoru. Əvvəlcə C'dən B-ni çıxaq. Mənfi 8'dən mənfi 2 çıxanda bu edir mənfi 6. Mənfi 6. Altdan da mənfi 2 çıxan 8. Uzunluq da olur. Kök atdım mənfi 6'ın kvadratı plus 8'in kvadratı. O deyir 36, 64, 100. Ondan 10 çıxır. 98. Vektörlər arasındakı bucaq neçədir? Kosinus alfa bərabərdir. Skalar hasil 3 vuraq 0. Üstə gələk mənfi 3 vuraq mənfi 1. Bölək 3'ün kvadratı plus mənfi 3'ün kvadratı. Uzunluq vuraq 0'ın kvadratı plus mənfi 1'in kvadratı.
Yukarı 3, aşağı 9, 9, 18, kök attı 18, vuraq 1. Bu da 3 bölü 3 kök attı 2. 1 bölü kök attı 2. O da neçə dərəcədədir? 45. 99 vektor arasındaki bucaq neçə dərəcədir? Yenə 5'te 3 vuraq 3. Üstə gəlib 5'te 4 vuraq 4. Bölə kök altında 5'te 3'ün kvadratı. Plus 5'te 4'ün kvadratı. Vuraq. O birisi 3'ün kvadratı plus 4'ün kvadratı. Hesablayaq. Yukarı 5'te 9 plus 5'te 16. Aşağı ilir. 25'te 9 plus 25'te 16. 1. İkinci 25. Bu ilir yukarıda 5'te 25. Aşağı ilir 5. 5 bölü 5 o da 1. Kosta birinci sırada 0 derecede. Yüzün sağ vektör arasındaki bucaq neçədir? Yine 2 vuraq mənfi 1 plus mənfi 2 vuraq 1 bölək yine 2'nin kvadratı plus mənfi 2'nin kvadratı plus mənfi 1'in kvadratı plus 1'in kvadratı. Mənfi 2 plus mənfi 2 mənfi 4 yukarı ilir aşağı ilir. 4 plus 4 kök attı 8 vuraq kök attı 2. Kök attı 16'dan 4 çıxır. Mənfi 1 kosta mənfi 1'in sıra 180 100'e daha birleştir. Keçək 101'e deyir ki A vektoru beraber B vektoru. Beraber B ise demek 4 beraber x plus 2'ye x beraber 2'ye. Sonra y plus 2 beraberdir mənfi 3'e y beraberdir mənfi 5'e. Həmçinin mənfi 2 beraber 4 çıxar z'e z beraberdir 6'ya. Demek onların cəmi 2 plus mənfi 5 plus 6. Mənfi demek mənfi 3 plus 6 cavab 3. 101'e cavab 3. 102. Vektörlerin uzunlukları beraber kök altına 6'nın kvadratı plus mənfi 2'nin kvadratı plus m'in kvadratı beraberdir. O birisi mənfi 6'nın kvadratı plus 2m'in kvadratı plus 1'in kvadratı. Bu deyir 36 kökler yoxa çıxacaq. Plus 4 plus m kvadrat beraberdir. 36 plus 4m kvadrat plus 1. 36'lar gedir. Qalır 3m kvadrat beraberdir 3'e. M kvadrat beraberdir 1'e. M'in hansı müsbət qiyməti 1. 102'ye de cevap 1. 103. Skaler hasili. Öyle öz-özünə vururuq. Mənfi 3 vuraq mənfi 3. Üste gerek 2 vuraq 2. Üste gerek 4 vuraq 4. 9 plus 4 plus 16. 13 29. Asan sualdı. 104. Vektörler paralel olursa x'ler nisbəti x'in 1'e, 6'nın y'e, 2'nin 4'e. 2'nin 4'e burada 2'de 1 kalır. Buradan tapıram ki y beraber 6 vuraq ki 12. Bunu getirip koysak x bölü 1 beraber yine 1 bölü 2 x de beraber 2'de 1'e. 2x beraber 1 x de beraber 2'de 1. Bunların hasilini soruş. 12 vuraq 2'de 1 daha 1 6. 105. Vektörler kolinar olarsa. Kolinar olarsa yine paralellik kaydesinden de 6'nın 3'e, 0'ın m'e, n'in 2'ye. Buradan alınır ki 6'nın 3 x'ler geri 2. M beraber 2 vuraq 2 4. N 4'tü. Avtomatik M 0 gelir. M'in sayısı 0 yada bilmirik. Buradan bakın buradan m'in beraberdir. M vuraq n'in qiyməti 4 beraber 2 vuraq 0. M 0'dır. Yerine qoyanda 0'ın kvadratı plus 4'ün kvadratı 16. 106. K'nın hansı müsbət qiyməti vektör arasındakı bucağın kosinüsü 3'te 1 olur. Kosinüsü. Demek kosinüs alfası 3'te 1. Kosinüsün düsturunu yazsa 3'te 1 beraberdir. Skaler hasil. 0 vuraq 4 üstə gələ 0 vuraq 4 üstə gələ k vuraq k. Kök altına 0'ın kvadratı yazmıram k kvadrat edir. Vuraq ikinci 4'ün kvadratı plus 4'ün kvadratı vuraq üstə gələ k'nın kvadratı. Yəni bunu hesablayaq 3'te 1 beraberdir.
Yukarıda idi k kvadratı, aşağıda k vuraq. Buradan çıxır 16, 16, 32 plus k kvadrat. Kök çıxmır. Bundan bunun biri gedir. Olur kök hatta 32 plus k kvadrat beraber 3k'ya. Her tərəfinə kvadrat yüksəlsək 32 plus k kvadrat beraber 9k kvadratına. 8k kvadrat beraber 32'ye, k kvadrat beraber 4'e, k da beraber 2'ye. K'nın neye soruşur? Müsbət qiyməti 2. 106 belə getdi. 107. Düz xəttin bucaq əmsalı 2 olar. Bucaq əmsalı. Əvvəlcə bucaq əmsalını tapmasın. Y-i tapırıq. Bərabərdir. Mənfi. Açıram qarşı. 2a plus 1, 2 çıxaq 3. Y bərabərdir. Mənfi 2a çıxaq 1 bölək 1 çıxaq 2a bərabər 2 çıxaq 3 bölək 1 çıxaq 2. Əmsalı 0, 2 olarsa demək mənfi 2a çıxaq 1 bölək 1 çıxaq 2a bərabər nəyə? 2'ye. Bunu da varsam 2 çıxaq 4'a bərabərdir. Mənfi 2a çıxaq 1. Burada mənfi 4'a plus 2a bərabərdir. Mənfi 1 çıxaq 2'ye. Mənfi 2a bərabərdir. Mənfi 3'e. A bərabər 1,5. 107 cevap 1,5. 108 verilen olan çeviren radyosunu tapın. Bunu bile yazır. Bu asandır. 2 çıxaq 6'nın yarısı 3'ün kvadrat çıxaq 7 3'ün kvadrat. Bundan yukarıda misallarda izah eləmiş. Bu deyir 2 çıxaq 3'ün kvadratı plus y kvadrat beraber 7 plus 9 edir 16. Çeviren radyosu r kvadratı 16 r4. 108'e 4 cevap 109. K'nın hansı qiymətlər düz xətlər bir nöqtədə kəsişir. Bir nöqtədə kəsişirsə K'ları fərqli olmalıdır. Deyir bununla bu və bu düz xətlər bir nöqtədə kəsişir. Demək K fərqlidir mənfi 3'dən. Burada da mənfi 3, mənfi 2. K'lar birbirine fərqlidir. K'lar fərqli bir düz xətə və yaxud da ki bərabərləşdirir. Baxın K2 çıxaq ümumiyyətlə buradan. Buradan olsa yaza bilirik. Bu bir misaldan K2 çıxaq 1 bərabər 4 çıxaq 3x yazsaq. Həmçinin bu misaldan x'i tapa bilər. Buradan x tapa çətin amma bu ikisindən bir nöqtədə kəsişir. 4 çıxaq 3x bərabərdir. Mənfi 2x plus 3. Mənfi 3x plus 2x bərabər 3 çıxaq 4'e. Mənfi x bərabərdir. Mənfi 1 x bərabər 1. Gətir yerinə qoy. K vuraq 1 çıxaq 4 bərabər 4 çıxaq 3 vuraq 1. K bərabərdir 4 çıxaq 3. 1 üstə 4 5. K'nın qiyməti 5. Yox daha doğrusu burada bir yarısı səhv edik. K2 çıxaq 1 bərabərdir. K vuraq 1 çıxaq 1'dir daha doğrusu burada. 1. Cevap 2. 110. sual. Çevrəsinin OX oxu ilə kəsmə nöqtələri arasındakı məsafə OX oxu ilə kəsirsə Y sıfırdır. Y sıfırdır. Bunlar yerinə qoysaq. Əvvəlcə bunu çevrə tənliyi yazıram. X kvadratı çıxaq 7x yazıram ki 2 çıxaq 3,5'in kvadratı plus y plus 1,5 yok burada daha doğrusu çıxaq 3,5'in kvadratı plus y plus 1,5'in kvadratı çıxaq 1,5'in kvadratı plus 6 bərabər 0. Y'in yerine burada 0 yazırıq. Olur 2 çıxaq 3,5'in kvadratı çıxaq 3,5'in kvadratı olur 12 tam %25 üstə gəlir 0 qoyanda 1,5 kvadrat 2 tam %25 çıxaq 2 tam %25 üstə gəlir 6 2 tam %25'ler gedir burada qalır burada 2 çıxaq 3,5'in kvadratı bərabərdir. Bunun mənfi 6 tam %25 edir sağa keçir 6 tam %25. Bu da 2 çıxaq 3,5 bərabər 6 tam %25 2,5'dir. X də bərabərdir 5. Cevabı 110'un nesi oldu? 5.
Əziyyətə qarşı kanala abunə olub paylaşmağı unutmayın ki, hər bir şagirdimiz yararlana bilsin. Sağ olun uşaqlar.